Əziz izləyicilər, biz borularımızın gördüyünüz kimi altıdır və üstüdür. Betonla doldururuq. Altını da gördüyünüz kimi armaturdan düzmüşük. Kim möhkəm olsun, bunu heç bunu düzəldəcək. Bu hissədir. Buranı da düzəldəcək. Torpağı verilib, altının armatur düzülüb, yenə beton veriləcəkdir. Klonu verilib. Bu hissəyə qədər klon verilib, orada verilibdir. Görürsünüz, bu cür olmalıdır. Uzun ömürlü olsun. Bu bizim kollektorumuza qalxan borudur. Bu da bizim bir jolopa qalxan hissədir. Burada bizim qazanxanamız olacaqdır. Gördüyünüz kimi qazanxanamız yığılacaq. İndi bizim o mel olan yerə qədər torpaq olacaq. Ondan 15 sm yuxarı yenə təzədən beton olacaqdır. Tam möhkəm olmaq üçün. Bunlar hamısı betonla görürsünüz, bax. Hamısı dolacaq, betonla dolub. Tam möhkəm bərkinəcəkdir. Bu bizim evlərə gedən kanalizasiya xəttimizdir. O da bizim yağış suların xəttidir. 150'lik boru, qarmoşqalı boru. Görürsünüz, bax, bu da hazırdır. Klonumuza da hamısını vermişik. Tam hazır vəziyyətdədir. İndi isə qıraqlarının görürsünüz də beton qatını hazırlayırıq. Verək ki, tam qurtarsın. Görürsünüz, hissələr hamısını klonuza da verilibdir. Yağış da imkan vermir. Yağış yağır. Budur, bax. Bu da hazırdır. O da balkonun yağış sularıdır. Bu da bizim hovuzumuzun burada trap olacaq, uzun trap. Bu da onun çıxışıdır. Onu da vermişəm, o da hazırdır. Bax, budur. Bax, qaydada gedir. Hamısı betonlanacaq bunun altı sadı. Şimdi tam möhkəm olsun. O birisini hazırlamışıq. Bir dənə bu qalıbdır. Görürsünüz, bax, bu hazırdır. Bu birisi də hazırdır. Bu bir tərəf. Bax, budur. Görürsünüz. Hamısı hazırdır. Klonla vermişik. Klonda bax, görürsünüz necədir. Gözlə də baxanda görmək olur. Baxımı necədir, nətərdir. İnşallah çöl işlərini qurtarıb keçirik evlərə. Evlərində sanuzel, sanitar qovşağı, dəhlizlə bütün hamısının stipollarıdır, hamısının çəkilişini eləməyə. Etap gedir burada iş, çünki ustalar hamı işdir deyə bir-birinə qarışıqdır. Sıvaq ustası, nə bilim, elektrik, hamısı. Orada şəlal olacaqdır, qəşəng, maraqlı bir şey çıxacaq. Bura rəhbərlik edən Vüsal qardaşımız, Allah köməyində olsun onun. Vüsal qardaşımız bu evi təhvil verəcəkdir sıfırdan. Budur hamısına. Necə lazımdır, necə lazımdır hamısının qanunlu yanı işləmir. 3 dənə burada bizim komb olacaq. Biri hovuzun, biri evin, biri də bollerin. İnşallah tam axırda videonu izləməkdə qalın. Yığıb qurtarandan sonra görərsiniz inşallah. Bax, görürsünüz bu cür atların hamısını armatur, katinka doldurmuşuq. Beton da arasına tam getmək şərtindən tam qəşəng möhkəm. Budur. Hələlik bu qədər əzizləyicilər. İnşallah növbəti videolarımız olacaq. İzləməyi unutmayın. Sağ olun. Hələlik bu qədər.